Salam mənim əzizlərim, xoş gördük. Yenə də hər zaman olduğu kimi hər bazar günü Şəfalı Həyat sizinlədir. Bugün də təbii ki, maraqlı qonaqlarımız, gözəl mövzular. Amma mövzumuz bugün o qədər maraqlıdır ki, odur ki, diqqətiniz bizdə olsun, rahat-rahat əyləşin, bir çayınızı süzün, diqqətiniz bizdə olsun ki, bugün baxasınız qonaqlarımız kimlər olacaq. Onu da nəzərinizə çatdırım ki, qonağımız məhz bizim veriliş üçün məhz İstanbuldan gəlir və təbii ki, əgər Şəfalı Həyat sizinlədirsə, mənim də bugün faydalı məsləhətlərim də sizinlə olacaq. Amma tək məsləhətlər yox, təbii ki, şəfalı musiqilər də bizim verilişimizin qaçırılmaz hissəsidir. Odur ki, bugün qonaqlarımızı təqdim etməyə başlayıram. Bundan öncə vurğuladım ki, bugün məhz İstanbuldan bizim verilişimizə qonaq gələn bir mütəxəssisimiz var. Təbii ki, hər kəs üçün hər zaman maraqlıdır ki, insan necə xoşbəxt ola bilər. Amma bugün verilişimiz tam başqa bir formatda olacaq. Məhz bugün studiyamızda qonağı İstanbuldan bizə qonaq gəlmiş Elyaz Bornak, klinik psixoloq. Bugün studiyamızın qonağıdır. Buyurun. Elyaz bəy, xoş gəlmişsiniz. Necəsiniz? Xoş gördük. Təşəkkür edirəm. Var olasınız. Bugün məhz bizim qardaş ölkəmizdən, İstanbul, Türkiyədən bizə qonaq gəlmişsiniz və bugünkü mövzumuz çox qeyri-adi mövzu olacaq. Açıqlayaq, yoxsa sonra açıqlayaq? Mən bilmirəm açıqlayaq, yoxsa yox. Bəlkə sir olaraq saxlayaq. Ola bilər. Ancaq belə deyim ki, biz hələ verilişdən öncə nə qədər bunun debatını aparmışıq. Görün, indi verilişdə necə olacaq. Mütləq bizi dinləyin. Odur ki, diqqətiniz bizdə olsun. Bugün İstanbuldan bizim verilişimizə qonaq gəlmiş klinik psixoloq Elyaz Bornak bəy nəyə görə gəlib və biz xanımlara nəyi öyrətməyə çalışacaq? Odur ki, diqqətiniz bizdə olsun. Buyurun. Və bəzi vaxtı biz xanımlar bəylərdən tamamilə başqa şeyi gözləyəndə, bəylər heç anlamır ki, biz sən demə burada tamamilə bir xırda bir şeyi gözləyirik. Amma onlar qlobal bir şeyləri bizə təşkil etmək istəyirlər, qlobal bizi təəccübləndirmək istəyirlər. Sən demə bizə adi bu qabı buradan bura qoy və mənə diqqət edirlər. Bu bizim üçün böyük bir, belə deyək də, sevgini bildirmək deməkdir. Tam doğru. Bu adətən Təbriz bəyin dediyinə mən belə razılaşım. Yəni, kişilər həmişə istəyir daha xanımın müsbət emosiyalarına fokuslansın. Yəni, kişi istəyir xanım şən olsun, xanım xoşbəxt hiss eləsin. Kişi istəyir xanım davamlı gülsün. Ona görə də görəndə ki, xanım ağlayır, sanki bir cəzamış kimi özündə hiss edir. Halbuki xanımın ağlamağı, xanımın qəzəbli olmağı, xanımın əsəbləşməyi dəxlici yoxdur onun bəlkə də gözləntisi ilə. Bəzən kişilərdə indi mən 3 şey deyəcəm. Bizim izləyicilərimiz, istər bəylər olsun, istər xanımlar. Bunu diqqət edin. İndi bu 3 söhbəti yəqin ki, hamımız eşitmişik. Birincisi, bunu öz pasientlərimdən görmüşəm. Bəy gəlib deyir ki, Elyaz bəy, xanımımın evi var, maşını var, uşağı var, yeyib içir, doyur da, artıq nə istəyir? Yəni, belə deyək də, həyatda ən vacib nələr lazımsa, hər bir şey var. Ehtiyaclarını qane edirlər. O elə bilir. O elə bilir ki, hər şey var, niyə narahat olur? İkincisi, bəzi bəylər gəlib mənə deyir ki, Elyaz bəy, nə zaman narahat olursa onu aparıram, nəsə alıram ona, gəzdirirəm. Belə deyək, shopping edir, diqqət edir, hamısı... Çiçək alır, gül alır. Yaxşı, bunları eləyirəm. Niyə narahatdır? Üçüncü növ. İndi baxın, hamıya bir şeylər... Sabira xanım, sonra sizə keçək, görə xanımlar nə istəyir? Nələrsə indi tanış çıxırdı. İndi üçüncü növ də budur ki, kişi deyir ki, Elyaz bəy, mən heç nə eləməmişəm, niyə narahatdır? Gedib anasının evinə qayıdıb, narahatdır, mənə küstür edir. Yəni, kişi başa düşə bilmir, o niyə narahatdır. Bu üç növün əslində, bu üç dənə bizə göstərir ki, kişilər bəzən dərk eləmir ki, o xanımın içindəki o ehtiyac, yaxşı, bir dəfə, 2 dəfə, 3 dəfə hediyə aldın, çiçək aldın. Ondan sonra ona sanki rüşvət verirmişsin kimi. Yəni, sən sakit ol, al bu hediyə, al sən bunu. Bu şəkildə olanda artıq yəni bir xanımı xoşbəxt eləyə bilmədiyini hiss eləyir.
və nəticədə də görürük ki, xanımlar deyir ki, yəni mən istəmirəm də Problem bunları. davam eləyir də, bir daha davam eləyir. Eynən. Səbəbə düşmürlər, problemin səbəbinə girmirlər. Kompensasiya eləmək üçün Elyas bəy dediyi kimi hədiyyələr, hansısa bir aparır tura, nə bilim aparır, gəzdirir, səyahət eləyir. Amma yenə də depressiya davam Düşünür ki, eləyir. ondan nəysə, Diglə bəs işləyirik. onda neyniyək? Bu İndi, üçün indi, yaxşı, gəlir, bəli. indi gəlir o milyon dollarlıq suala. Bəli. Milyon dollarlıq sual deyilir ki, bəs Hətta qadınlar o nə sualın istəyir? adı milyon dollarlıq sualdır. Evet, Belə bir qadın nə mahiyyəti istəyir? var, hə? Bəli, Qadın hətta. nə istər? Sigmund Freud, indi burada çox da məşhurdur, psixoanalizin atası, 85 il terapi etdikdən sonra axırda dedi ki, mən bilmirəm qadınlar nə istəyər. Amma indi deyə bilərik. Az çox mən bugün sizə deyəcəm ki, qadınlar 3 dənə şeyi qətiyyən istəyir. Bunu kişilər bilsə, yəqin ki... Siz deyə mən yazacağım, hamınız qeyd edin, əziz xanımlar. Bəylərin dilindən qadın xoşbəxtliyi. Xanımlar özlərini birinci burada tanımalıdır, ikincisi bəylər xanımlar nə istədiyini tanımalıdır. İndi bu 3 dənə şey. Birincisi, xanımlar emosiyalarının başa düşülməyini istəyir. Mən niyə beləyəm? Vəziyyəti anlamaq Hissləri, daha çox mənfi hissləri. Yəni ağlayıram. Bax, heç istəmir niyə ağlayıram önəmli deyil. Ağlayıram, əsəbiyəm, incimişəm, ürəyim qırılıb ya da xəyal qırıqlığına düşmüşəm. Heç problem deyil. Kişi sadəcə başa düşsün. Kişilər adətən emosional zəkaları daha gücsüz olduğu üçün başa düşə bilmir. Yaxşı, bu bir. Xanım istəyir emosiyaları görülsün. Xanım istəyir ağrıları, inciklikləri, necə deyim, əziyyətləri, o həyatda nələr, hansı çabaları sərf edir, necə əziyyət çəkir, onlar görülsün. Xanım istəyir o bişirdiyi yemək görülsün. Kişi gəlsin, görsün. Deməsin, hə, Ya bu doymuşam. günləri bütün ailələr ya barışacaqlar, ya hamısı küsəcəklər. Barışacaqlar. Mütəxəssisimiz düppədüz söylür. Bəli, çox Bəlkə gözəl mənim dediyim vurğuladı. sözdə anlayış istəyir. Qadın nə çox Bəli. bir şey istəmir ki, anlayış. Yəni onun sevdiyi insan onu anlasın. Anlayışın içində çox böyük şeylər yatır. Bəli. Ya tək şeylər. Anlayış bunu demək istəyirdim mən. Ha, üçüncüsü də xanımlar istəyir ki, qorxuları görünsün. Bəzən görürəm ki, kişiləri xanım danışır ki, bəzən təşvişi var. Qorxur, bu çox adi şeydir. Hər insanda da olur. Amma kişi deyir, əşi, nə danışırsan, bu Bəs qorxunc nə deyil, eləməlidir o zaman qorxulu deyil. kişi? Deməlidir ki. Kişilərdə axı bunu da əlavə eləyim parantez içində. Kişilər xanımların mənfi hisslərini başa düşə bilmir. Ya da o şiddətini başa düşmür. Kişi elə bilir ki, sadə bir şeydir də. Halbuki xanımın içində necə tufanlar, necə kişi, amma həqiqətən baxın bu kişi zehnidir. Bunu xanımlar da bilməlidir. Kişi sizin qorxu səviyyənizi başa düşmür. Kişi elə bilir ki, bu sadə dırnağım sındı da niyə ağlayırsan? Qadının dırnağı qırılanda ağlayır da, elə deyilmi? Niyə gülürsünüz? Hamı elədir. Hamı da var. Əvvəllər elə idi. Hamı da, çox xanım da elədir. Niyə? Çünki elə o balaca şeydən çox inciyir. Və beləliklə kişilərə gəl bunları başa düşsə, orada xanımla lağ eləməyəcək. Xanımı başa düşəcək. Gəl elə bax bu məqamdakı xanım xoşbəxt olanda o deyir sizi, adi dırnaq qırılır, artıq o ağlaya bilər. Gəlin onda bugün elə verilişimiz artıq gedi, çox maraqlı söhbətimiz var. Görürsünüz ki, bugün studiyamızın qonağı İstanbuldan bizə qonaq gəlmiş Elyas bəy Bordan, klinik psixoloq da Azərbaycanda çox tanınmış təlimçimiz, profiler və insan tanıma üzrə mütəxəssis Təbriz Acınski və təbii ki, bizim əzizimiz, gözəl müğənnimiz Samirə xanım Əli Məryəm bugün studiyamızın qonağıdır və təbii ki, qadın xoşbəxtliyi olmaq üçün bizə hormonlar lazımdır. Hətta onu da vurğulamaq istəyirəm ki, bu yaxınlardan elə Elyas bəylə bərabər biz çox gözəl xanımlar üçün master-klass keçirdik. Elə məhz qadın xoşbəxtliyi nədir? Necə ki, sizi o 60 saniyə tanıdılar. Təbii ki, bir xanım özünü birinci növbədə tanımalıdır. Bəzi vaxtı biz bəylərdən gözləntilərimiz çox olur, amma belə də ki, bir anlıq biz özümüzü bir tanımırıq. Biz özümüz bilməliyik ki, biz nə istəyirik və doğrudan da mən düşünürəm ki, elə məni kimi də ola bilər minlərlə xanımlar hal-hazırda bizi izləyirlər. Biz hər zaman düşünürük ki, biz hər şeyi bilirik. Amma mən hər zaman deyirəm, müdrik insan o insandır ki, düşünür ki, mən heç nə bilmirəm. Amma ağılsız insan, belə üzr istəyirəm, dahi insanlar deyirlər ki, cahil insanlar deyirlər ki, mən hər şeyi bilirəm. Bəli, ona görə də müdrik insanlar hər zaman düşünürlər ki, mən heç nə bilmirəm. Elə istəyirəm, Elyas bəy, o sualımız, 1 milyonluq sual. Bax, onu açıqlayaq. Xanımlar, kişi bəylərin gözlərindən necə xoşbəxt ola bilərlər? Ən önəmlisi, ən əhəmiyyətlisi budur ki, bir
bəy sadəcə xanımın hisslərini oturub eşitsin. Xanım sadəcə Bəylərin eşidilmək vaxtı istəyir. yoxdur ona. Oradan Bəli, başlayırıq. deməli, onda siz razılaşırsınızmı? bəli. Bir-birimizi qəbul olanda o zaman xoşbəxt oluruq. Ən önəmlisi, ən sadəsi, baxın, mən həmişə elementar, sadə şeylərin tərəfdarıyam. Neyniyək Elyaz bəy? Birincisi, kişilər, yəni biz kişilər daha çox çözüm odaqlıyıq, yəni bir həll yolu axtarıb tapırıq. Xanımlara həll yolu verməyin ən başda. Yəni ən başda gəl bunu belə eləyək, ağlama, belə bir şey olmaz. Xanımı bir dinlə, icazə ver danışsın. Buyur, anlatsın. İndi deyirsiniz ki, sonradan da axı kişi 5 dəqiqə orada dinləyib, xanım sakitləşəcək. Onu ertələdikcə 3 gün sonra 1 saat dinləməli olacaq. Ona görə kişilərə də sərfəlidir ki, həmin məqamda eşitsin nə eşidəcəyini, sonradan xanım sakitləşsə, onsuz da davam eləməyəcək. Ancaq ən önəmlisi, birinci dinləyin, birinci eşidin, sonra yol göstərin. Əgər istəsə. Sizə qulaq asam bəylər, deyəcəklər ki, bizim o anda zamanımız yoxdur, işə tələsirik, zəng gəldi, nə bilim, görüşümüz var və s. İşdən yorğun ağır gəlmişəm. Bəli. 3 gün küsülülüyə vaxtı var. Bir həftə yemək 3 gün küsülük daha çətin olacaq. Ondan sonra... Ona görə də düşdüm, bax belə. İndi Təbriz bəyin dediyindən yol alsaq, ən başda problemi düzgün, doğru həll eləmək, o qırılandan sonra artıq həll etməkdən daha yaxşıdır. Amma qırılandan sonra da həll edə bilərsiniz. Əlbəttə ki, qırılandan sonra da həll etmək olar, hətta qızıl su ilə onu yapışdırmaq olar. Daha yaxşı da ola bilər. Kintsugi Japon sənətidir. Japon sənətidir və qızıl su ilə elə bir şeylər yaşaya bilər. İndi mənim elə pasiyentlərim var ki, Şokdayam. elə pasiyentlər var ki, deyir ki, biz heç, yəni o, necə deyərlər? Əvvəllər belə münasibətdə deyil. Əvvəllər heç belə nişanlı vaxtları heç belə bir-birimizi başa düşmürük. İndi baxan kimi bir-birimizi başa düşürük. Həmin əvvəlcə Təbriz bəy də dedi. Dedi, bir yerdən sonra danışmır insan. Danışmırsınız çünki başa düşürsünüz. Ona görə. Bəzən sözə ehtiyac yoxdur ki, bir-birinə baxmaqla bir-birinə insanlar anlayırlar. Və İlyas bəy, sizə də dərin təşəkkürümü bildirəm ki, bugün qonağımız oldunuz. Mən çox təşəkkür edirəm bugün məni dəvət etdiyiniz üçün. Çox dəyərli qonaqlarla bərabər olduq. Hər birinin özünün yeni ideyaları və öz həyat fəlsəfəsini eşitdim. Çox maraqlı idi və təşəkkür edirəm sizdən. Prosta unutmayaq bu mövzunu ki, buradan bəylərə səslənirəm. Happy life, happy wife. Yəni xoşbəxt yoldaş, xoşbəxt həyat deməkdir. Özünüzü də, onu da xoşbəxt etmək istəyirsinizsə, biraz özünüzü gelişdirin. O da sevinəcək, siz də. Təşəkkür edirəm. Çox sağ olun, var olasınız.